Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden kesiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yarda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim inneke hamidun mecid. Allahümme enfa'na bima allamtana ve allimna ma yenfa'una ve zidna ilmen. Rabbi zidni ilmen. Kardeşler, bir daha sizleri hoş gördük. Mevzumuz da keçen dəfə mevzunun elə bir davamıdır. Keçen dəfə dediyimiz kimi mevzu ətrafında olan bəhsdən, mühaqqiqin bəhsindən danışdıq. İndi bugünkü mevzumuzda isə həmin ki Muhammed ibn Əbi Zəmənin rahimehullah el-Maliki el-Endelusi rahimehullahın sözlərinə toxunacağıq. Bildiyimiz kimi sahabə, Allah subhanahu wa ta'ala sahabələri Peyğəmbər sallallahu aleyhi və səlləmin belə deyək, Peyğəmbər sallallahu aleyhi və səlləmin təbliğatını gözəl şəkildə qəbul edib və onu gələcək nəsillərə əda etməsi üçün Allah Teala onları seçmişdir. Və onların həyatında müəyyən bir kimsələr vardır ki, Allah Teala onları cənnətə müjdələdi. Və onların heç biri barəsində nə Qur'andan, nə hədisdən bəzi batil firqələrin dedikləri kimi küfür hasil olmamışdır. Nə küfür, nə də ki murtəd olmamışdır onlardan bir kimsə. Əslində bu iddiaları irəli sürən kimsələrin əslində İslam'a, dinə yandıqlarından dolayı deyil idi. Belə məsəl üçün düşünə bilərlər ki, güya Peyğəmbər sallallahu aleyhi və səlləm dünyadan köçdükdən sonra müəyyən sahabələr murtəd oldu, İslamdan çıxdı və deyirlər ki, bundan sonra artıq o həmənki kimsələr İslamı təbliğ etməsinlər. Bunu düşünə bilərlər, lakin bu batildir. Çünki bunu nə Peyğəmbərimizin vaxtında, sağlığında ayə təsdiq etmədi, nə də ki bir öz Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərini bunu bəyan etmədi. Lakin bu İslam düşmənlərinin dediyimiz kimi daima Yahudilərin İslamı gözdən salmaq, onun əsli qaynaqlarına, Qur'ana və sünnəyə xələl gətirmək, onu kamillik dərəcəsini salmaq üçün hilələri var idi. Və onlar da bu hilələrini həyata keçirməkdə müəyyən bir vasitələr əl atdılar. Onlardan birisi Peyğəmbər sallallahu aleyhi və səlləm risaləsinin təbliğatçıları olaraq sahabələri gözdən salmaq. Gözdən salmaq. Bunu da bacardılar. Müəyyən bir kimsələr gözdən salma bacardılar. Yəni özlərinə tabi olan kimsələr. Amma ki haqqa tabi olan insanlar, Allah Teala onların bəsirətini açdı və onların bu iddiaların ağla sığmaz, batil iddia olduğunu bildirdi. Əvvəl dediyim kimi bir toplumu, bir cəmiyyəti dərmədağım, xarab etməkdən ötəri onların dini, ürfü, etiqadlarını yerlə yeksan etməkdən ötəri mütləqdir ki, onlara daxili qüvvələrdən və daxilindən onlara müəyyən bir vasitələrlə müəyyən bir fikirlər irəli sürməlisən. Onların olduğu o əsli etiqadı müxalif olan fikirlər. Onlar heç bir zaman birbaşa Qur'anı inkar edə bilməz idilər. Əslində onlar birbaşa Qur'anı inkar edə bilməz idilər. Bunu kimlərdir? Bunu Yahudilər qəsd edirəm. Onlar belə bir batil fikirli insanları irəli sürdülər və onların da İslam adı altında belə bir işlərə əl atdılar. Çünki əgər bu dini Peyğəmbərdən sonra qoruyacaq kimsələr onların mötəbərliyi salındısa, mötəbərliyi əldən getdisə, artıq gələcək nəsillərə bu din necə ötürülə bilər? Yaxşı, sahabələr murtəd oldu, hamısı murtəd, müəyyən bir sayda sahabələr qaldısa, yaxşı, bu gerdə qalan bu dini, bu Qur'anı gələcək nəsillərə kimlər ötürür? Əgər bu murtəd toplum çoxdursa, əlbəttə ki, onlar az qalan, İslamda qalan sahabələrə nə eləməli idilər? Üstün gəlməli idilər. Onlarda özündə olan, belə deyək də, onların anlaşılan murtəd fikirləri insanları yeritməli idilər. Onlara icazə verməməli idilər. Bir daha bu onların bu iddiasının batil olduğu öz əksini tapır. Öz təsdiqini tapır. Aydındır. Ümumiyyətlə ərəblərdə Allah subhanahu wa ta'ala onlara bir, yəni həm İslamda, həm də İslamdan əvvəl belə bir, yəni
tarixini qorumaq kimi bir xüsusiyyət verib onlara. Yəni, İslamı deməyək, İslam'a elə gəlməyək. İslamdan əvvəlki tarixi qorumaq onlarda mükəmməl idi. Həddin artıq mükəmməl idi. Çünki dil həqiqətən dil insanı formalaşdırır. Dil nə qədər geniş olarsa, bil ki, zəka o qədər geniş olur. Düşüncə, qavrama. Dil insana birbaşa onun psixologiyasına və həm də ki, onun davranışına təsir eləyir. Aydın, dilin insan üzərində olan etkisi, yəni belə təsiri çox güclü olur. Və ərəb dili də dillər içərisində ən belə yəni kamilliyə çatan, mükəmməl dil olduğundan Allah Subhanahu va Taala həm bunu Quran seçdi, həm də ki, bu İslamdan əvvəlki tarixlərə baxsan ki, onlar dillərini dildən əlavə deyək ki, o qaydalara, dil qaydalarını əvvəlki nəsillərdən indiyə qədər şeir vasitəsilə gətirib çartıblar. Yəni nə oldu ki, bu onların İslamdan əvvəl bu etiqad, yəni bu düşüncə onlarda var idisə, İslamdan sonra gələcək bu Peyğəmbər sallallahu aleyhi ve sellem sözlərini insanlara təbliğ etməkdə nə xələl gəldi ki, biz yəni onu qəbul ediriksə, bunu nə üçün qəbul etmirik? Aydındır, onlarda belə bir mükəmməllik və belə bir keyfiyyət var idi. Onlar dinlərini qoruyardılar, həm tarixi güclü qoruyardılar. Həm zihin tərəfindən, həm də əməl baxımından. Həm zihin tərəfindən əzbərləyib, həm də ki, əda baxımından bunlar mükəmməl insanlar idi. Allah Teala seçmişdi. Fələ rayb. Aydındır. Mövzumuz da nə idi? Məhəbbətu əshabin nəbi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrini sevmək. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrini sevmək, onları tərifləmək, onların deyək ki, aralarında baş verən ixtilafları zikr etməmək hələ onlar olan bir təşrifdir biz tərəfindən, bir mükafatdır deyək. Və həmçinin bu etiqad əhl-i sünnə və cəmanın etiqadlarındandır. Onlar sahabələr dil uzatmazlar. Onları pis zikr etməzlər. Buna dəlil olaraq da Muhammed ibn Əbi Zəmənin rahimehullah der ki, min qavl əhl-i sünnə və cəmanın bu mövzuda dediyi sözlər bundan ibarətdir ki, ən yə'təqidəl mər'u əl-məhəbbəti li əshabi nəbi sallallahu aleyhi və səlləm. Bir kimsə Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrini sevməsini etiqad etməlidir. Həqiqətən də mən Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrini səmimiyyətlə, səmimi qəlbdən sevirəm. Və ən yənşürə məhəsinəhum və fədailəhum. Və etiqadına daxil olmalıdır ki, onların yaxşılıqlarını, xoş əhvalatlarını və fəzilətlərini insan arasında zikr etsin. Aydındır. Və yumsik anil xavdi fîmə dara beynəhum. Və onların arasında anlaşılmazlıqları da insanlar arasında danışaraqdan onların gözdən salmağa çalışmamalıdır. Bu saydıqlarım hamısı əhl-i sünnə və cəmanın etiqadıdır. Və kim bu etiqada müxalif olarsa, onlar əhl-i sünnə və cəman etiqadından çıxaraqdan başqa-başqa adlar üzərinə götürürlər. Bizim İslamımız başqadır. Rafizlərin İslamından bizim İslam arasında çox fərq var. Bizim etiqadımız budur. Onların etiqadı özlərinə. Onlar bizim İslamımıza dəyməsinlər. Və qalə əsnəllahu azze və cəllə fi qeyri mavdi'in min kitabih. Allah Teala başqa bir neçə ayələrdə sahabələri tərifləmişdir. Əvvəl dediyim kimi, bizə onların tərifi varid olmuşdur. Amma ki, onların küfür varid olmamışdır. Ki, hətta biz onların dedik o iddiaları onlara yükləyək. Allah Teala öz kitabında bunları dəfələrlə tərifləmişdir. Və onlara təşrifi, onlara olan ihsanı, duanı bizə vacib etmişdir Allah Teala. Allah Teala ayələrin birində deyir ki, Muhammedun Resulullah. Muhammed Allah'ın elçisidir. وَالَّذ۪ينَ آمَنُوا أَشِدَّاءُ عَلَى الْكُفَّرُ حَمَاءُ بَيْنَهُمْ. Onunla beraber olan kimseler kafirlere karşı sert ve öz aralarında birbirine karşı mərhəmətlidirlər. İlə qavlihi, bu yere kimi? وَعَدَ اللّٰهُ الَّذ۪ينَ آمَنُوا. Allah Teala iman getirip yaxşı əməl eden kimseler için neler vaat etmiştir? Məğfirətən və əcran azimən. Məğfirət
ve büyük bir ecir. Aydındır. Ve hemce Allah Teala buyuruyor lil fuqara'il muhacirinellezine uhricu min diyarihim ve emvalihim yebtagûne fadlen minallah ve ridvâne ve yansurûnallah ve rasûleh ulâke humus sâdikûn. وَالَّذ۪ينَ تَبَوَّأُوا الدَّارَ وَالْا۪يمَانِ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ اِلَيْهِمْ وَلَا يَجِدُونَ ف۪ي نُفُوسِهِمْ حَاجَةً مِمَّا اُوتُوا وَيُؤْثِرُونَ عَلَى أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَاُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ diye Allah Teala onları vesf etti. Haşr suresinde Allah Teala buyurdu ki: "Lil fuqara'il muhacirine ukhrucu min diyarihim." Diyarlarından çağırtılmış ve mallarından men edilmiş, Allah'ın rızasını, faziletini uman kimseler üçün ganimet vardır. Ulaike humul muflihun ila bu ayenin ikinci ayın ahirindeki onlar ile kurtuluş kazananlar. Allah Teala sonra vellezine tebevve'ud dara ve iman min qablihim yuhibbun men hacerihim. Burada Allah Teala ensarları zikredir. Diyor ki ensarlar onlara hicret etmiş muhacirleri severler ve Allah'ın onlara vermiş olduğu ruzilerden özler وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةً özlerinin ona ihtiyaçları olduğu takdirde Allah yolunda xərcləyərlər. Ve Allah Teala diyor ki وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَاُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ kim özünü, nefsini tamahtan koruyarsa, yani mende var onu olmasın, tamahından koruyarsa o kurtular. Aydın. Burada Allah Teala hem muhacirleri hem de ki kasıp muhacirleri ve hem de ki ensarları Allah Teala burada tarifledi. Ve misle hadi fil Kur'an kesir. Bu ve buna benzer ayeler Kur'an'da çoktur. İkinci bir delil hadisler. Birinci, burada Muhammed İbni Ebi Zemen'in etikadı ve tertibi var. Birinci Ehl-i Sünnet ve Cemaat'ın bu etikadını bildirir. Sonra bu hemenki mevzuya uygun olaraktan ayeler zikirlir ve üçüncü olaraktan da ne edir? Hadislerden zikirlir. Çünkü dinimiz elə məsəri Allah Teala'nın kitabı ve Peygamberimizin sünnesi ve onu güzel şekilde eyni mefhum üzere başa düşen sahabelerin sözleridir. Der ki Peygamberimiz sallallahu aleyhi ve sellem bir sahih hadiste hayru ummeti qarni minhum thummellezine yelinhum thummellezine yelunhum. En hayırlı ümmet benim ümmetimdir. En hayırlı esir yüzlük benim olduğumdur. Ve sonra gelen diye de Peygamber sallallahu aleyhi ve sellem hadiste buyur Ebu Hureyre gelen hadiste bu hadiste sahih hadistir. Başka bir lafzda bu musannif Muhammed İbn Ebi Zemen'in getirdiği lafzdir ve ahracahu Müslim'de geçir an Ebi Beşir an bihi lafz bihada lafz bu lafzda hayru ummeti el-qarnu'llezî bu'istu en güzel esir benim bu peygamberle gönderdiğim esirdir. Thummellezîne yelun sonra gelenler. Vallahu a'lem. Zekre Selim buradaki ravi dedi ki Allah alemdi ki bu üçüncünü zikretti yoksa etmedi. Aydın kâle thumma yakhlufu kavmun yuhibbûne semânete yeşhedûne kable en yesteşhedû. Aydındır. Sonra onların arkasınca köklüyü seven ve şahitlikleri talep olmadan şahitliğe gelen kimseler çıktı. Aydındır. Sonra gelen bir hadiste Peygamber sallallahu aleyhi ve sellem'de böyle bir rivayet var ki an Sehl ibn Yusuf İbn Sehl ibn Malik bundan gelir rivayet. O da atasından, o da babasından rivayet edilir. Lemma raca Resulullah sallallahu aleyhi ve sellem minel Hudeybiye hataben nas fekala. İki Peygamber sallallahu aleyhi ve sellem bile iddia ediyor ki Peygamber sallallahu aleyhi ve sellem Hudeybiye gazvesinden, dövüşünden qayıtdıktan sonra insanlara hitaben deyir. Bir de hutbe verir. Ey insanlar! İnne Ebu Bekir Es-Sıddik lem yesu'ni kat. Ebu Bekir radıyallahu anh hiçbir zaman bana zulmetmemiştir. Fe'rifû bizâlike lehu.
ve bunu onun hakkında tanıyın, bilin. O hiçbir zaman mənə zülm etməmişdir. Ey insanlar! Ömer radiyallahu anhudan, Osman radiyallahu anhudan, Ali radiyallahu anhudan və Talha radiyallahu anhudan razı qalın. Yəni Zübeyir, mühacirlər, ənsarlar, onlardan razı qalın və onları belə tanıyın. Ey insanlar! İnnəllaha qad ğəffərə ləhədril hübbi. Allah bir kimsenin artık onları bağışlamıştır. Ey insanlar! La tusiuni fi ashabi ve ashari. Ne benim sahabelerimde ne de ki benim qohumlarımda mənə zülm etmeyin. Ey insanlar! La yatlubannakumullahu bimazlamati ahadin minhum fe innaha mimma la tuhab. Ki onlardan hiçbirine edilen haksızlığa göre Allah'ın sizi məsuliyyətə cəlb etməsinə icazə verməyin. Çünkü bu bağışlanmaz bir haldır. Deyə belə bir rivayet var. Əxracahu Əbu Bəkr el-Xatib fi tarixi Bəğdad və İbn Əsakir fi tarixi Dəməşq. Belə burada rivayetler keçir. Lakin bu mevzu, bu hadis munkarun ve mevdu' sayılır. Munkarun ve mevdu' sayılır. Munkarda ve həmçə mevdu' hadisler neye aittir? Zayıf hadislere aittir. Mevdu belə deyək. Mevdu hadis deyildikdə bir ki bu mevdunun təfsilatı budur ki Peygamber sallallahu aleyhi ve selleme yalandan istinad olan bir rivayet. Ki Peygamber sallallahu aleyhi ve sellem belə dedi. Yalan hadistir. Munkar ise, munkar olabilir, munkar bəzən ləfsi munkar ola bilər, və isnadı ilə munkar ola bilər. Bizdə var munkar və belə şəz. Şəz odur ki, rivayet edən mötəbərdir, lakin başqa bir mötəbərə müxalif olur. Buna deyirlər şəz. Lakin munkar odur ki, munkar hədis, ravi zəifdir, başqa bir mötəbərə müxalif olur. Başa düşdünüz? Şəz elə bir səhih hədisə müxalif olur. Lakin şəzdə ikisi də hər tərəfdə nədir? Hər iki tərəfdə mötəbərdir. Amma ki düz belə deyək ki, şəzdə ikinci tərəfə rivayət edən, şəzi rivayət edən ikinci tərəf ondan daha üstündür. Lakin bu da siqadır. Bu da mötəbərdir. Amma şəz munkar əksidir. Zəiflik daha azdır. Zəif bir kimsə hədis rivayət edir, məna baxımından və ya sənəd baxımından. Lakin başqa bir mötəbər, səhih bir kimsə bunun əksini deyir. Bu daha da onun zəifliyini aşağı salır. Bu olur munkar hədis. Bu oxuduğum rivayət də elə munkar və mövzu hədislərinə daxildir. Niyə? Yalan hədislərdir. Aydındır. Sonra gələn hədisi Abdullah ibn Məsud qala Rasulullah sallallahu aleyhi ve sellem. Abdullah ibn Məsud deyir ki, Peygamber sallallahu aleyhi ve sellem İzâ zukirel qadaru feemsiku. Aydın. Qədər barəsində eşitsəz, xatırlansa sizə artıq sözlər danışmayın, sakit durun. Və izâ zukiratin nucum, ulduzlar, ulduz falları, ulduzun filan hərəkətlər üzəri filan hadisədən baş verməsi zikr olunduqda sakit durun, danışmayın. Özünüzü ondan çəkinin. Özünüzü ondan çəkindirin. Fəəmsiku və izə zükirəs sahabə fəəmsiku. Əgər sahabələr də zikr olunsa ki, filan sahabələr barəsində filan pis şeylər zikr olunur. Artıq danışmayın deyir. Başa düşdünüz bunun hədisi mənası. Qalən nadır. Bu hədisə keçməzdən əvvəl bu hədisin rivayətini onu deyəsiydim. Burada bizdə var mövzu munkar deyim hədisdə. Səhl ibn Yusuf ibn Səhl ibn Məlik. Səhl ibn Yusuf ibn Məlik. Səhl ibn Məlik. Bu ravi barəsində bu deyir ki, bu rivayət edir. Səhl rivayət edir atasından, o da babasından. Deyir ki, bu ikisi bu ailə barəsində, bu zikr olunan bu kimsələr barəsində deyir, heç bir kitabda onların kim olduğu bilinmir. Bunların bu adı nə olur? Bu zaman bu ravi nə sayılır? Məchul sayılır. Kimdir? Hardadır?
Elə bu bizə dəlalət edir ki, yəni bu forma bizə dəlalət edir ki, deməli alimlər bu məsələləri, hədis məsələlərini adi belə yoldan sən mən keçərəkdən toplayan hədislər deyil. Yəni bu hədisi onlar Yusufdur da, Səhl ibn Yusuf da bəlkə mötəbərdir, bəlkə deyib. Yəni onlar belə onlardan götürülməyib. Əgər həmənə bir söz gətirmirsən, sənin atan kimdir, atanın atası kimdir, bunlar bilinmirsə və bunlar barəsində özündən əvvəlki alimlər xoş olaraqdan rəvayət danışmayıblarsa, məsələn, hədisin məchuldur. Səhl ibn Yusuf kimsən? Nə məlumsan, sənin rəvayət etdiyin hədis də nə məlumdur. Götürmürük. Və sənin rəvayətin münkər olur və mövzu olur. Yalan uydurmuş olur. Aydındır. Çünki burada bir məchul yoxdur burada. Səhl məchuldur. Atası məchuldur, babası da məchuldur. Aydındır. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmə ya birbaşa bilərəkdən ya da ki dolayısı yolla müəyyən bir vasitələrlə Peyğəmbərimiz adından uydurulmuş hədisdir. Lakin orada bizdə söz var ki, gözü açıqlar var. Belə kimlərinsə uydurmalarını göz yuma bilməzlər. Çünki Allahın dinidir. Allahın dinində zarafat olmur. Aydın bizə burada bilir ki, qədər barəsində çox münaqişəyə girmə. Və həmçinin ulduzlar barəsində artıq söhbətlər oxuma, o elmə yiyələnmə. Özünü ondan çək. Çünki onlar fal oxları, bu şeylər yaxşı məsələlər deyil. Və həmçinin sahabələr barəsində, əgər işsən ki, filan sahabələr barəsində filan söhbətlər baş verib, filan ixtilaflar baş verib, gidəcəksən, axtarırsan, eləmə deyir. Bu zaman ravilərdən birisi qalən Nadir, Səmi'tu Əbə Qiləbə, eşitdim ki, Nadir dedi ki, Əbə Qiləbə deyir ki, Əyyubə deyir, ya Əyyub, ihfaz minni thələtə, məndən 3 şey əzbərlə, lə tuqa'id əhləl əhva və lə təsmə minhum, bidət əhli ilə belə, hava əhli ilə, nəfsinə uyan bir kimsələ, nəfsinə uyan şeyləri danışan kimsələrlə oturma və onlardan eşitmə. 1. İkinci, və lə tufəssir Qur'an bi ra'ikə fə innəkə ləstə min zəlikə fi şey. Qur'anı öz rəyinə uyğun olaraqdan təfsir vermə. Çünki bundan sənə heç bir payın yoxdur. Üçüncüsü, وَانْظُرْ هَؤُلَاءِ الرَّحْتِ مِنْ أَصْحَابِ النَّبِي sallallahu aleyhi və sələm فَلَا تَذْكُرْهُمْ إِلَّا خَيْرٍ. Bax, o Peyğəmbər sallallahu aleyhi və səlləmin cəmaatına, sahabələrinə, onlar barəsində yalnız xeyri zikr elə. Onlar barəsində yalnız xeyri zikr elə. Yəni, bu da, yəni bu sözdə həmənki Peyğəmbər sallallahu aleyhi və sələm yuxarıda gedən sahabələr zikr edildikdə sakitdir sözünə dəstəkləyir. Bu hədis də Həsənun bi şəvahidihi. Bu hədis də şahidləri ilə Həsən dərəcəsinə yüksəlir. Sonra gələn hədisdə Meymun ibn Mihran qalə, Sələsun urfuduhum. 3 şey var ki, onları qəbul etməyin. Mücalət əshabul əhva, bidət əhli ilə, hava əhli ilə mübarizə, mücadilə etməyi, münaqişə etməyi tərk eləyin. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrini söyməyə çəkinin və həmçinin ulduz fallarını, ulduza baxmaqdan özünüzü qoruyun. Əsərun sahih. Əsər də Meymun ibn Mihran tərəfindən səhih olaraqdan rəvayət olmuşdur. Və həmçinin Əbi Sa'id el-Xudri radiyallahu qalə Rasulullah sallallahu aleyhi və səlləm də'u li ashabi. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, mənim sahabələrimi rahat buraxın. Lə təsubbi ashabi, sahabələrimi söyməyin, ağzınıza gələn sözləri onların barəsində işlətməyin. Fə innə əhədəkum ləv ənfəqə kullə yevmin mislə Uhudin ləm yəbluğ muddə əhədihim və lə nasifəhu. Sizdən bir kimsə hər gün 2 ovuc və yaxud da ki onun yarısı qədər sədəqə versə, onların üzr istəyirəm, sizlərdən bir kimsə Uhud dağı boyda sədəqə, hər gün Uhud dağı boyda sədəqə versə, onların 2 ovuc və yaxud da ki 1 ovuc verdiyi sədəqəyə çata bilməz. Yəni onların fəziləti məlumdur. Onların fəziləti məlumdur. Çünki İslamı qəbul etməyən insanlar bunları qəbul edə bilməzlər. Çünki bunların barəsində Quran ayələri qəti olaraqdan xeyr zikr edib. Və buna nə üçün mən müxalif olmalıyım? Aydındır. Və həmçinin başqa bir rəvayətdə qal Əyyub-ı Sıxtiyani.
Eyyubus Sakhtiyani. Men ahabbe Ebu Bekir fəqad əqamət-din. Lakin bu rivayət oxuyaq, amma ki muttaribdir. Der ki, kim Ebu Bekir'i seversə fəqad əqamət-din. Dini qorumuş olar. Dini yüksəltmiş olar. Və men ahabbe Ömər fəqad əvdəhəs-səbil. Və kim Ömər radiyallahu anh seversə artıq doğru, yəni getdiyi yolu aydınlaşdırmış. Bir vaxt getdiyi yol aydınlaşmış olar. Və men ahabbe Osmanə istənərə bi nurillah. Və kim Osman radiyallahu anh seversə Allahın nuru ilə nurlanar. Və men ahabbe Aliyyən fəqad əxədə bil urvetil vusqa. Və kim Əli radiyallahu anh seversə o heç bir zaman qopmaz bir ipdən yapışmış olar. En yüksəğinə yapışmış olar. Və mən əhsənə sənə alə ashabi Rasulullah sallallahu aleyhi və səlləm fəqad bəriyə minən nifaq. Kim en gözəl xüsusiyyətlərlə sahabələri zikr edərsə artıq nifaqdan uzaq olar. Və mən yentaqisu əhadən minhum əv ba'dahu li şeyin kânə minhu fəhu mubtadi'. Kim onlardan birisini naqizləşdirər və yaxud da onlardan birisini onlarda olan müəyyən bir naqisliyə görə onlara buğz eləyərsə, nifrət eləyərsə fəhuva mubtadi', bidətçi sayılar. Muxalifun lis-sünnəti və-sələfi salih. Bidətçi sayılar həmçə sələf salihə müxalif olmuş olar. Vəl-xawfu aleyhi əllə yurfa'a lehu amalun iləs-səmə. Və o barədə qorxular ki, onun əməli göyə qaldırılmaz. Hətta yuhibbahum cəmi'an və yekunu qalbuhu lahum səlimən. Belə deyək. Hətta onu bütünlükdə sahabələ sevməyincə və qəlbləri onlara qarşı təslim olmayınca onların əməllərinin göyə qaldırılmasından qorxular. Lakin dediyimiz ki, bu hədə əsər muttaribdir. Yəni zəifdir. Lakin belə mənalarına baxsaq, mənaları öz təsdiqini tapır. Və həmçində başqa sonuncu rivayətdə deyilir ki, bu isə səhidir. An Əbi Cəfər el-Ubeli ənəhu qalə Malik der ki, leysə limən təqasa əhədə minəs-sahabəti fi fey'i haqqun. Malik ibn Ənəs der ki, kim Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən kimisə naqisləşdirərsə, haqqına girərsə, onun qənimətdən heç bir payı yoxdur. Başqa bir rivayətdə var ki, həmçinin Malik ibn Ənəsdən gəlir. Der ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Semi'ud Malik ibn Enes yekul men sebbe ashabin nebi sallallahu aleyhi ve sellem, kim Peygamber sallallahu aleyhi ve sahabelerin kimi söylerse feleyse lehu fi fey'i hakkun, onun ki ganimetten hiçbir pay yoktur. Sonra bu ayeti okur ki lil fukara'il muhacirin ellezine uhricu min diyarihim ve emvalihim yebtaguna fadlan min Allah ve ridvana. Dersin evvelinde okumuştuk. Haule ashab Resulullah sallallahu aleyhi ve sellem, bu zikredilen buradaki kimseler Peygamber sallallahu aleyhi ve sellem sahabeleridir. اَلَّذِينَ هَاجَرُوا مَعَهُ, onunla beraber hicret eden kimseleridir. Sonra ayenin ikincisine وَالَّذِينَ تَبَوَّؤُ الدَّارَ وَالْا۪يمَانَ, bu kimseler ise ensarlardır. Burada zikrolunanlar ensarlardır. وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ, ve onlardan sonra gelen kimseler dua ederler onlara. وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَ بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا إلى آخره. Kâle Malik, bu olay okuyur. Dedi ki, Kâle Malik festetnallahu fekâle vellezîne câ'u min ba'dihim fekâle Malik festetnallahu fekâle yekulûne, bunları Allah Teala istisna ederekten dedi ki fel feylü haule selâse. Burada ganimet bu sağlanan üç kimse içindir. Muhacirler, ensarlar ve onlar için bağışlanma dileyen kimseler içindir. Aydındır. Femen sebbe ashabi nebi sallallahu aleyhi ve sellem feleyse ve hu fi haula thelâse ve la hakka lehum fil fey.
Aydındır. Kim bu Peygamber sallallahu aleyhi ve sellemin Allah'ın zikrettiği bu Kur'an'daki geçen bu üç kimseyi söyerse, onları pisleyerse Allah Teala ganimeti onlara verilmiştir. Ve onlardan gerilerinin o Allah Teala'nın verdiği ganimetten Peygamber sallallahu aleyhi ve sellem kazandığı o ganimetten onların hiçbir payı yoktur. Ve isnaduhu hasen. Bunun da isnadı hasen olaraktan rivayet olunur. Mevzu bunda sona çatdı. Allah Teala bizleri Peygamber sallallahu aleyhi ve sellem'in sahabelerin həqiqi surətdə həqiqi sevmeye Allah Teala müvəffəq etsin. Gələn dərsimizdə inşallah fi takdim Ebu Bekir ve Ömer ve Osman ve Ali. Sahabelerin içerisinde fəzilətləri var. Demiş ki iman içerisinde insanlar fəzilət baxımından dərəcələndirilirlər. Mesela çünkü sen daha üstünsen, senden daha üstünü var. Həmçinin sahabeler içerisinde benim bir sahabe üstünse ondan üstünler. Bu əhl-i sünnə və cəmaənin qoyduğu tərtib var burada. Filan kəs, filan kəs, filan kəs, filan kəs. Bu 4. Bundan sonra gelir böyle. En birincisi kimdir? İlk 4 bey böyle gelir. Gələn dərsimizdə inşallah sahabeler içerisinde olan fəzilətləri, yəni fəzilətləri, en fəzilət sahabelər hansılardır? Onun zikridir. İnşallah Allah Teala bizləri xeyirlə müvəffəq etsin. Və sallallahu ala nəbiyyina Muhammed və ala alihi və sahbihi və səlləm.